Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ukdeten min lisani yefqahu qawli amma ba'd. Ən özümə surəsi Allah Subhanahu taalanın haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Çünki təqva mömin qulu Allaha yaxınlaşdıran ən böyük və ən birinci vasitədir. Çünki insan təqvanın səbəbi ilə təqvalı olduqca Rəbbindən layiqincə qorxacaq və Rəbbindən layiqincə qorxan da Rəbbin layiqincə sevəcək. Çünki qorxu və sevgi qətli cəm olmalıdır. Nə sevgini tərk etmək olmaz, necə xavaricdə tərk etdikləri kimi, nə də təqvanı tərk etmək olmalıdır ki, bəzi firqələr sevgidə şiddəti aşıb Allah Subhanahu wa Ta'aladan qorxmağı tərk etdikləri kimi. Və həmin o firqələr haqqında bugün biraz danışmaq istəyirəm. O firqələr ki, deyədilər ki, qorxuya nə ehtiyac var ki, Allah Subhanahu wa Ta'ala ədalətlərin ədalətçisi, rəhimlərin ən rəhimlisi olduğu halda nə ehtiyac var ki, Allahdan qorxmağa? Məgər Allah düşməndirmi? Məgər Allah Subhanahu wa Ta'ala bizdən qisas alandır və sair Allah Ta'ala yaraşmayan sifətləri öz düşdükləri zəlalət yolları nisbətdə Allah Ta'ala nisbət edərlər. Ən düzgün cavab budur ki, Allah alim, Allah ən düzünü bilir. Allah Subhanahu wa Ta'aladan qorxmaq və sevgi ilə ibadət etmək üstünlük. Çünki nəyə görə qardaşlar? Əgər diqqət etirsəz, baxarsınız ki, Allah Ta'ala cəhənnəmi cənnətdən böyük yaratıb. Cəhənnəm cənnətdən böyükdür. Cənnətdən elə bir ləfz gəlməyib ki, cənnət boş qalacaq. Cənnət öz sakinlərindən dolacaq. Amma cəhənnəm isə yox. Necə ki, Allah Ta'ala öz kitabında buyurur ki, hətta Allah Ta'ala cəhənnəmdən soruşacaq ki, doldu mu? Həlim tələt. Allah Ta'ala soruşacaq öz yaratdığından və deyəcək, həl min məzid, artığı varmı? Demək ki, az da olsa, biraz qaldı. Varmı? Ona qiyamətin adlarından deyəm, məzid, artırma günü. Həm cənnətdə, həm də cəhənnəmə. Cənnət əhlinə rəhmət üzərinə rəhmət, bağışlanma üzərinə bağışlanma, cəhənnəm əhliyinə isə əzab üzərinə əzab. Bu da onu göstərir ki, qardaşlar, Allah Subhanahu wa Ta'aladan qorxmaq da lazımdır. Çünki onun əzabı da var. Çünki əzab qorxudur, qorxunu tələb edir, nemətlər isə sevgini tələb edir. Hətta nemətlərin də bir tərəfi isə qorxunu tələb edir ki, bizdən qorxmalısan ki, o nemətlər səndə olmaz. Sən o nemətlərdən məhrum olarsan. Ona görə də müsəlman, Allahdan qorxan, özünü əhl-i sünnəyə, haqq olan mənhəcə, haqq olan dinə, Allah Resulü Muhammed s.ə.v sünnəsinə nisbət edən bir müsəlman yaraşmaz ki, dilinə gətirsin ki, Allahdan qorxmaq lazım deyil. Çünki Rəbbimiz öz kitabında dəfələrcə neçə ayələr var, bilirsiniz ki, Allah Teala əmr edib özündən qorxmağı. Və Allah Subhanahu wa Ta'ala müttəqilərdən danışır. Müttəqilər kimlərdir? Allahdan qorxanlar deməkdir. Əgər Allah Subhanahu wa Ta'ala o cəmaatı qorxu sifəti ilə onlara ad verirsə, müttəqi sözü təqva sözündəndir, qorxu sözündəndir. Və qorxanlar deməkdir mənası, lüğəti tərcüməsi. Yəni, İslahda isə Allahdan qorxanlar. Aydındır. Fərz edin ki, qorxu, Allah Subhanahu wa Ta'ala qorxu elə bir ibadətdir ki, Allah Ta'ala o adla, o sifətlə xeyir əhlini sifətləndirib. Təkrar edirəm, o sifətlə xeyir əhlini sifətləndirib. Amma sevgiyə belə bir sifət yoxdur. Çünki əsas qorxudur. Çünki Allahdan layiqincə qorxan, təbii ki, xavariclərin qorxusunu məsələ gətirmirəm. Çünki xavariclər qorxuda ədlərini aşmışlar. Allahdan layiqincə qorxan, Allah Subhanahu wa Ta'ala'ya layiqincə sevirəkdən ibadət edəcək. Çünki biz Allah Ta'alanı sevirik deyə yox, Allah Ta'alanı olan ibadətləri sevirik. Çünki bəzi bidət firqələri bunu təlqin etməyə çalışırlar. Bəzi bidət firqələri bundan təlqin etməyə çalışırlar. Çünki Allah Ta'aladan qorxub, ona layiqincə ibadət edib və Allah Subhanahu wa Ta'alanın qulu olduğuna görə buna sevinib və şükr etməyi əmr edib Allah Ta'ala bizə. Və səhih olan da budur, qardaşlar. Səhih olan da budur və o bidət firqələrinin elə özlərinin mənhəzlərinə, özlərinin əqidəsinə elə ən böyük rədd Allah Ta'alanın öz kitabıdır. Çünki bidət əhli nə qədər dəlil gətirməyə çalışsalar, bidət əhli nə qədər də sünnənin nurunu söndürməyə çalışsalar, zaten gətirəcəkləri yer, gətirəcəkləri dəlil Allahın kitabıdır. Allahın kitabıdır və Allahın kitabından necə o dəlil gətirə bilər ki, Allah Ta'ala əksinlə gəlib. Necə dəlil gətirə bilərsən ki, qorxmaq lazım deyil Allah Ta'aladan, Allah Ta'ala əksinlə gəlib. Ona görə də hər bir bidət firqəsinin Quran-ı Kərimdən bir dəlili var. Lüğəti olaraq. Amma islaha qayıtsaq, qardaşlar, əslə qayıtsaq, onların gətirdiyi yalnız şübhə ola bilər.
Belə xavariclər də, necə ki, danışdığımız bəzi bidət firqələri də, hansı ki, sufilə meyl eləyən və yaxud da bəzi bidət firqələri meyl eləyənlər, hansı ki, Allah Taala'nı yalnız sevərəkdən ibadətə çağırırlar. Və hətta onların sevgidə o qədər şiddətə, sevgidə o qədər, necə xavaricdə, qorxuda ifrata vardıqları kimi, sevgidə o qədər ifrata vardılar ki, hətta Allah Subhanahu wa Taala'ya layiq olmayan sifətləri, layiq olmayan şeyləri artıq Rəblərinə nisbət etməyə başladılar. Və o da ki, Allah Taala'nın rəhmətinə ümid etmək yox, güvənərəkdən. Çünki Allah Subhanahu wa Taala öz qullarına ümid etməyi əmr edib. Ümid edərək ibadət etmək. Çünki biz bilirik ki, hətta Muhammed s.ə.v də öz sahabələrinə deyərdi ki, hətta mən də Allah Taala'nın rəhməti ilə cənnətə girəcəm, əməllərlə yox. Çünki insan cənnətə əməllə girə bilməz. İnsan cənnətə əgər Allahın rəhməti ilə girəcəksə, demək əməllər naqisdir. Və hətta onlar Allah Subhanahu wa Taala'ya qarşı olan sevginin naqisliyindən və yaxud da sevgidə şiddətə varmaqdan, hətta nə qədər əməlləri tərk edilər ki, onsuz da Allah Taala bizi bağışlayacaq. Çünki biz Allah Taala'nı sevirik. Amma baxsan, nə qədər halallar, nə qədər haram olan vaidlər var ki, nə qədər haram olan əməllər var ki, onlar o haramlara düşərdilər. Üzümüzü qıxsaq da problem yoxdur, saqqala da ehtiyac yoxdur, hətta adi namaz bəs eləyər, biz Allahı sevirik. Məgər Allah Subhanahu wa Taala bu sevgiyə layiq deyil. Allah Subhanahu wa Taala'nın layiq olduğu sevgi bu olsaydı, elə Allah Resulü ona Allah Taala tətbiq eləyərdi. Allah Taala'ya qarşı daha doğrusu əməl eləyərdi. Allah Resulü Muhammed s.ə.v Allah Taala'ya qarşı bu cür sevgi ilə ibadət etməyə bax. Necə ola bilər ki, sevgi səni Allah Taala'ya qarşı olan günahları yönəldirsin? Mümkün deyil. O sevgi, əgər Allah Taala'nın əmr etdiyi, şəriətimizin bizə əmr etdiyi sevgi isə, mümkün deyil ki, insanı batilə yönəlsin. Və necə ki, əsl təqva insanı xeyrə yönəltdiyi kimi. Və onların, sözümə qayıdıram, dediyi kimi Allahın rəhməti böyük. Sözümə qayıdıram, dediyi kimi Allahın rəhməti böyük. Sözümə qayıdıram, dediyi kimi Allahın rəhməti böyükdür sözləri ilə anlatmağına qaldıqda isə, qardaşlar, bugünkü indi bəzi müsəlmanlar təəssüf olsun ki, Allah Subhanahu wa Taala'nın rəhmətini, Allah Taala'nın bağışlayacağını, Allahın rəhmətini həqiqətən səhv başa düşürlər. Həqiqətən səhv başa. Bəli, necə ki Allah Taala öz kitabında buyurduğu kimi, rəhmətim hər şeyi əhatə etdi. Hər şeyin içində əzab da var, qardaşlar. Hər şeyin içində əzab da var. Məgər Allah Subhanahu wa Taala, yəni qəzəbindən şeytanı qovmadı. Məgər Allah Subhanahu wa Taala qəzəbindən Adəmlə Həvvanı cənnətdən qovmadı. Məgər Allah Subhanahu wa Taala qəzəbindən dolayı Allah Resulü Muhammed s.ə.və itaat etməyənləri müşrik və kafir və yaxud da münafiq adlandırmadı. Məgər Allah Subhanahu wa qəzəbindən dolayı cəhənnəmi yaratmadı. Cavab bəli. Demək, o Subhanahu wa Taala, Allah Taala'da qəzəb var. Sadəcə olaraq bu firqələr Allah Taala'nın bu ayələrini, hansı ayələr ki, Allah Taala'nın qəzəbinə dəlalət edən bu ayələri sanki insanlardan çəkindirməklə, insanları unutturmaqla Allah Subhanahu wa Taala'nın öz əsl sifətlərini insanlardan gizlətdilər. Və bu da yeni bir firqənin yaranmasına səbəb oldu və hansı ki, bugün təəssüf olsun ki, şahid olunur. Ona görə ən faydalı ibadət Allah Taala'ya qarşı Allah Subhanahu wa Taala'ya qorxaraqdan və sevərəkdən ibadət etməkdir. Nə xavariclər kimi qorxuda şiddətə varmaq olmaz, nə də bəzi firqələr kimi sevgidə şiddətə varmaq olmaz. Və bugünkü gündə müsəlmanların gətirdikləri ki, Allah Taala'nın rəhməti böyükdür, bu şeyi lazımsız təbii ki, lazımsız sözlər. Bu şeyi müşriklər də, bu şeyi şeytan da. Allah Taala öz kitabında bizə buyurur. Allahın rəhməti böyükdür deyə şeytan sizə aldatmasın. Məgər Allah Subhanahu wa Taala bizə öz kitabında onu öyrətmədi? Məgər bəs eləmir? Məgər Allah Taala'nın sözünü təsdiq etməkdən ötürü, Allah Taala'nın sözünü qəbul etməkdən ötürü kiminsə etibarlı olub olmamasına mı ehtiyac var? Yeganə sözdür. Yeganə kəlamdır ki, Allah Subhanahu wa Taala'nın sözü yalnız səmi'na və ata'na sözü ilə cavablanır və qarşılanır. Eşitdik və itaat etdik. Məgər həmən Allah Taala, həmən Rəbb öyrətmədimi ki, şeytan sizi Allah rəhimlidir deyə aldatmasın. Yəni fikir versəz qardaşlar, Allah Subhanahu wa Taala burada öz rəhm və rəhmət sifətini inkar etmədi. Sadəcə olaraq, yəni rəhmət və rəhm sifətini götürüb Allah Subhanahu wa Taala'nın əzab sifətini unudanlara, hansı ki bugün o firqələr məşhurdur, təəssüf olsun ki, onlara Allah Subhanahu wa Taala əməllərinin xəta olduğunu bildirdi və onları xətanı başa düşməsələrdir. Baxmayaraq ki, onlar Allahın kitabını oxuyurlar.
Ona görə də sələflər, əhl-i-sünnə deyərdi ki, Allahın kitabını oxuyub başa düşmək sələfin fəhmi üzərinə olmalıdır. Yəni sahabələrin fəhmi üzərinə. Çünki sahabələrə Muhammed sallallahu aleyhi ve sellem öyrədirdi və Muhammed sallallahu aleyhi ve sellemlə onlar öyrənirdilər və öyrəndiklərini də tətbiq edirdilər. Zaten sünnə bizə sahabələrin yolu ilə gəlib çatmadı mı? Yoxsa Allah Rasulü özü özündən deyib və bizə Allah Rasulunu bizzat olaraq özü bu dini gətirdi. Xeyr. Allah Rasulü sahabələr öyrətdi və sahabələr də ümmətə öyrətdilər. Və sahabələr də Allah Rasulundan bircə dənə olsun, hətta zəif olsun bir rəvayət belə rəvayət etməyiblər ki, Allah Taala'nın rəhmətinə güvənərəkdən əzabı tərk etmək lazımdır. Çünki Allah Subhanahu wa Taala'nın əzabı da dəfələrcə ayələr var. Şiddətli əzabından Allah Taala danışır. Ağırlı əzab, şiddətli əzab. Məgər bunlar qorxuya səbəb deyil. Məgər müsəlman qorxmalı deyil. Baxmayaraq ki, o ayələr kafirlərin və müşriklərin üzərində nazil olmuşdur. Amma müsəlman öz payını oradan götürməlidir. Müsəlmana yaraşmaz ki, desin ki, yox, o ayələr mənə nazil olmayıb. Mən müsəlmanam. Mən namaz qılıram. Amma sahabələr belə eləməzlər. Sahabələr əksinə o ayələri özlərinə tətbiq edirlər. Möminlərin əmri Ömər ibn Xattab radiyallahu anhu ümmətin ikinci xəlifəsi idi. O Hüzeyfə radiyallahu anhudan soruşardı ki, ey Hüzeyfə, hansı ki münafiqlərin adlarını Allah Rasuluna öyrətmişdi. Gelib deyər ki, ey Hüzeyfə, bax ki, o münafiqlərin içində mənim adım varmı? Təbii ki, təvazökarlıq edirdi, amma həmçində qorxurdu. Və Hüzeyfə radiyallahu anhu deyər ki, yoxdur sənin adın orada. Deyər ki, bəs işçilərimdən kimin adı varmı? Və bir dənə işçi münafiq çıxır və onu da çıxardır, qovur. Yəni, görürsən qardaş, Allah Subhanahu wa Taala'dan sahabələr başqa cür qorxurlar. Hansı ki, bugün ümmətə, bugün insanlara bu qorxunu təbliğ edən yoxdur. Bu qorxunu başqa cür. Bu qorxunu tərk elə. Sev. Sevərəkdən. Axırda elə hala gəlib çatırlar ki, bunlar sevgi, məhəbbətdən başqa heç bir şey danışmırlar. Necə ki, bəzi firqələr var ki, Quran və sünnə qalıb qalaqda 1400 il bundan qabaq ölmüşlərin yasını saxlayanlar kimi. Yəni, bu dində yasdan başqa bir şey yoxdur. Necə ki, onlar onun etdikləri kimi, bəzi firqələr də az qala sevgidən başqa heç bir şey danışmırlar. Vallahi hərdən elə bir biabırslıq həddinə çatırlar ki, qıraqdan baxan biləcək ki, bu iki dənə ərlə arvadın arasında olan sevgidən danışır, yoxsa yağdı billah. Allah qorusun. Yəni, sevgidə bu qədər həddinə aşanlar oldu. Amma sual, onlar Allahın kitabını oxuyurdular. Amma Allah Taala'nın kitabını onlar oxuyub, sələfin öyrətdiyi kimi, yəni sahabələrin Allah arasından öyrəndiyi kimi başa düşmədiklərinə görə artıq onlar azdırlar. Yəni, bu da onu göstərir ki, qardaşlar, bu da onu göstərir ki, insanı bugün sabit qalır. Çünki əslən baxsan, onlar əvvəl azmamışdılar. Onlar yavaş-yavaş, çünki bidətlər az-az, yavaş-yavaş meydana çıxdı. Birinci xavariclər və yaxud rafizlər, sonra qədərlər və s. Bidətlər hamısı birdən-birə yaranmadı. Yavaş-yavaş yarandı. Və fikir versən, bidətlərin hamısına, sanki hamısı bir-birinə bağlıdır. Məsələn, rafizlərlə xavariclər bir-birlərini oxşadıqları kimi. Baxmayaraq ki, bir-birlərini ziddidirlər, amma nə qədər sifətlərdə bir-birlərini oxşadıqları kimi. Şeytan alimdir. Ona görə bugün hansısa bir müsəlman Allahın kitabını oxuduğu halda da belə oxumalıdır ki, birdən qəlbinə gələr. Ona görə də qəlbə gəlməsin. Sən azmayasan, sən sabit qalasan deyinə, sənin boynuna düşən yenə də sənə sələfə qayıtmağındır. Çünki Allah Rasulunun tələbələri də var. Bir insan necə müəllim idisə, tələbələr də müəllimi kimi olur. Ən azından müəllimin yarısı kimi, müəllimindən biraz aşağı. Təbii ki, o Allah Rasulü kimi deyirlər. Allah Rasulunun üstünüydür. Bəşəriyyətdən üstünü, yer özünə ayaq basmışsan ən xeyrisi. Amma sahabələr onun tələbələri idilər. Ondan dini götürüb, ondan dini yayanlar idilər. Ona görə ki, onlar tərk olunduğu zaman və bidətlər ortaya çıxır. Və qardaşlar, bidətlərin bir-bir yarandığı kimi və bu da onu göstərir ki, və bugündən sonra yaranacaq. Şeytan tənbəl deyil. Heç vaxt oturmayacaq o. Müsəlmanlar da bugün tənbəl. Müsəlmanlar da ki, bugün tənbəl dinlərində naqislər. Amma o öz vədində naqis deyil. Axı, o Rəbbinə vəd vermişdi. Sənin yolun üzərində oturub, insanlar bəzilərini sağdan, soldan, arxadan, qarşıdan, onları azıracaq. Amma öz vədində də belə bilirdi ki, yalnız bir sinifi azıda bilməyəcək. O da ixlaslı qullardır. Yəni, haqq üzərində sələfə tabi olanlar. Əgər bir kəs sələfə tabi deyilsə, o ixlaslı sayılmır. Və əhl-i-sünnənin ittifaqıdır. Nə qədər ibadət etsə də belə. Məsələn, xavaric, və yaxud onlara bənzəyənlər, və yaxud onların yolunu gedənlər, və yaxud onların oxşarları, nə qədər ibadət etsələr də belə. Çünki miqyas ibadətin ağırlığı, çətinliyi və uzunluğu ilə deyil. Miqyas, ölçü, dəyər o
o ibadətin Allah Rasulunun öyrətdiyi kimi, yəni sələfin yoluna, sahabələrin Allah Rasulundan başa düşdüyü kimidir. Və qardaşlar, bidət çoxalacaq. Hər dəfə yeni bir şey çıxacaq. Hər il, necə ki, bilirsiniz, növbəti gün o birisindən əvvəlki gündən çətin olacaq. Növbəti il əvvəlki ildən çətin olacaq. Hətta bu dünyavi baxımdan da belədir. Çətinləşir. Hətta din də belə. Naqisləşir. Müsəlmanlar naqisləşir və müsəlmanlar da naqisləşməsinin qardaşlar. Ən ağır səbəblərindən nə olur? Şeytan artıq öz mirasını, öz toxumunu səpir. Yeni bidətlər ortaya çıxır. Hər bir bidətin əslinə qaydanda görəcəyik ki, qardaşlar, orada müsəlmanların naqisliklərindən dolayı şeytan onlardan istifadə edib. Və bu da onu biz göstərir ki, müsəlman Rəbbindən layiqincə qorxmalıdır ki, necə ki Allah Teala dediyi kimi, əgər siz Allahdan qorxsaz, Allah sizə kömək eləyəcək. Yəni, intansurullah, Allah Teala nusraya, nasıra, köməyə, qorxuya kömək sifətini verirdi orada Allah Teala. Qorxunu kömək deyə adlandırdı. Çünki bir müsəlman üçün köməkdir Allahdan qorxması. Allah Teala'dan kömək gözləyən üçün Allahdan onun qorxması ən böyük köməkdir. Çünki qorxduqca gələcək. Və baxın, İslamın əvvəllərinə, sahabələrin zəif olduğu vaxtlara, hansı ki, Bədir döyüşü, müsəlmanlar az idilər. Hətta vallahi baxsan, bəlkə silahları, müşriklərin silahlarından, hansı ki, vuruşduqları, onların silahlarından da zəif idi. Amma Allah Teala onlara nusra verdi, qələbə verdi. Nəyə görə? Çünki təqvalarına görə. Təqva üstün olduğuna görə. Təqvanın uzaqlığına görə. Çünki onlar Allaha kömək elədilər. İntansurullah. Siz Allaha ya kömək etsəz, Allah yansurkum. Allah da sizə kömək eləyəcək. Onlar Allahdan qorxduğuna görə Allah onlara kömək elədi. Ona görə həmən vaxt Allah Rasulunun vaxtına baxan bidət yox idi. Çünki insanlar Allahdan qorxan idilər. Və bəzi sahabələrin vaxtından sonra başları xavariclər ortaya çıxmağa, təqva azalmağa, insanlar mərci, qayıdışı özlərindən görməyə fikir versəd, qardaşlar, xavariclər Quran oxuyan idilər. Quran əzbərləyən idilər. Hətta sahabələrin bəziləri vəsf verərdi onlara arı yeşiklərini, deyərlər, sanki arı yeşiklərinin yanından keçir yollarını, kəndlərindən, rayonlarından keçəndə, vilayətlərindən keçəndə. Yəni, o qədər Quran oxuyarlar. Arı yeşiklərindən səs gəlir, vızıltı səsləri. O qədər Quran oxuyarlar. Ağlamaqdan sinələri islanardı. Səcdəyə getdikləri yer ağlamaqdan islanardı. Allah subhanahu wa ta'ala qarşı olan qorxuda şiddət islanardı. Səcdəyə getdikləri yer ağlamaqdan islanardı. Allah subhanahu wa ta'ala qarşı olan qorxuda şiddəti aşırılanardı. Səcdəyə getdikləri yer ağlamaqdan islanardı. Allah subhanahu wa ta'ala qarşı olan qorxuda şiddəti aşırılanı görə. Və o qorxu, hansı ki bizim bayaq tərif etdiyimiz, yəni layiq olan qorxu deyil. Çünki o necə qorxu ola bilər ki, Allah Rasulunun sahabələrinə müxalif oldu. Düzdür ki, İbn Abbas radiyallahu anhu onların yanına gedəndə, onlara nəsihət edəndə, onlara Allahın kitabından heç nə dəlil gətirmədi. Onlara dəlil gətirdi ki, elə bir qövmin yanından gəlirəm ki, Quran onlara nazil olub, amma onlar Allahın kitabını sizin kimi başa düşmədilər. Və bu da onu göstərir ki, qardaşlar, təkcə Allahın kitabını oxumaq, Allahın kitabını əzbərləmək və yaxud da onu tərcümə deyək, tərcüməsini başa düşmək və yaxud hədislərə oxu tərcüməsini başa düşmək kifayət etmir, yalnız onu sələfə qaytarmadıqca. Yalnız onu sələfə qaytarmadıqca. Çünki hər bir bidət firqəsinin Allahın kitabından öz nəfslərinə uyğun dəlilləri var. Hansı ki, Allah Teala onu ona qəsd eləməmişdi. Məsəl olaraq, Allah Teala öz kitabında buyurur ki, وَمَنْ قَتَلَ مُؤْمِنًا مُتَعَمِّدًا فَجْزَاؤُهُ جَهَنَّمْ Əl-Ayə. Allah Teala buyurur ki, kim bir mümini bilərəkdən öldürərsə, onun gələcəyi yer əbədi oddur. Amma hətta İslam tarixində sahabilər bir-birlərini öldürdülər və ümmət onları təkfir eləmə, onlar müsəlman olaraq qaldılar. Və necə Allah Teala deyir axı, Allah Teala öyrətdi axı ki, bir mümini bilərəkdən öldürərsə, gələcəyi yer oddur. Hətta Allah Teala muxlid, xalidinə deyir orada. Əbədi qalacağı oddur. Amma sahabilər bir-birlərinə vuruşdular, qan töküldü. Amma həmən sahabələr, ölən sahabə, şəhid olan sahabələr oldu. Şəhidlər şəhid olaraq qəbul olundu və öldürənlər də ki, kafir olmadı. Nəyə görə? Çünki ayə əslən müsəlmandan nazil olmamışdı. Bu, yahudilərə nazil olmuşdu ayə. Yəni, yahudilərdən kim müsəlmanları öldürərsə. Ona görə, necə xavariclərin sifəti buydu. Amma Allah Teala'nın kitabını sələfi fəhmin üzərində götürməsən, yalnız müsəlman ziddiyyatlara düşə bilər. Və ən yaxşı halda. Və ziddiyyatlar bitdikdən sonra da bidətlərə düşər. Və necə ki, Allah Rasulullah bidətin olmadığı bir vaxtda bidətə sifət verdikdə isə Allah Rasulullah deyərdi ki, bidət zalətdən başqa bir şey deyil. Və zalət də oddur. Yəni, bidət əhlini fikir verirsə qarşılar. Bidət əhli od əhlidir, cəhənnəm əhlidir. Baxmayaraq ki, ibadət edib Allahdan qorxsalardı belə. Allah'a sevsələrdi belə, hətta Allah'a sevət ibadət etsələrdi belə. Nəyə görə o da əhli oldu? Çünki o cəmaat ki, Allah Rasulunun öyrətdiyi sələfin fəhminə tabi olmadıqları kimi, Allahın kitabını götürüb öz nəfslərinə tabi olduqları kimi. Ona görə bunu göstərir ki, qardaşlar, Allah subhanahu wa ta'aladan qorxmaq
Bu bəzi məsələlər təbii ki, hamımızın bildiyi bir təkrar olaraq təbii ki, bəzi məsələlər idi. Allah Taala'nın kitabında bizə öyrədilən Allahdan Subhanahu va Taala qorxaraqdan və Allaha olan ibadət sevərək ona ibadət etmək lazımdır. Və bəzi firqələrin gətirdiyi kimi qorxuda şiddəti aşmaq bidətdir və sevgidə şiddəti aşmaqsa bidətdir. Və ən düzgün yolsa bu iki şeyin ortasında, iki bidətin yox. Bu iki yolun ortasındakı haqq yoldur. Çünki bəzi firqələr bugün deyirlər ki, orta yol tutmaq lazımdır. Və onların orta dedikləri yol sünnə ilə bidətin ortasını qəsd edirlər. Bidətlə sünnənin ortasında orta yol yoxdur, qardaş. Bidətlə sünnənin ortasında orta yol ola bilməz. Orta yol sünnənin ortasındadır. Gücüm çatan qədər. Elə bəzi cəmaatlar var, işləyirsiniz, danışırlar. Orta yol olmaq lazımdır və yaxud da o məsələləri qarışmaq lazım deyil. Aydındır. Hətta bildikləri bidətləri də belə. Xeyr. Bidətlə sünnənin ortasında orta yol yoxdur. O şeytanın yoludur. O yerə yolun özü orta deyil o. O yolun elə başıdır. O yolun başıdır. Çünki bidət elə bir murdarsılıqdır ki, elə bir murdar yoldur ki, yüzlərlə sünnəni həyata keçirən şəxsə bir dənə bidət qarşısa o bidətin nisbət olunur. Biz ki, şirk və küfür həmsin və bidət də həmsinin. Çünki Allah Resulü deyir ki, hər bir bidət zalətdir və hər bir zalət də oddur. Ona görə də sünnədə ortaya tutmaq lazım. Necə ki, Allah Teala vəsf etdiyi kimi, ümmətən vasata, yəni sünnənin içində, Quran və sünnənin ortasında, sahabələrin başa düşdüyü orta yol. Hansı ki, sahabələrin Allah Resulundan eşidib və sahabələrin Allah Resulundan eşitdiklərini əməl etdiyi yolda orta yol. Və budur təqva, və budur Allah qorxusu, və budur Allah Subhanahu wa Taala'ya qarşı olan sevgi. Allah Subhanahu wa Taala bizi özündən layiqincə qorxan və layiqincə ona qarşı ibadətini sevib onu ibadətini qullarına eləsin. Allah Teala qədəmlərimizi bu din üzərində sabit saxlasın. Və təbii ki, hamısı bildiklərimiz idi. Burada təzə bir şey olmadı. Sadəcə olaraq necə ki, Allah Teala öz kitabında biz öyrətdik ki, həqiqətən xatırlatmaq möminlərə fayda verir. Və əlhəmdülillah bir xatırlatma idi. Öyrətmək deyildi, dərs də deyildi, mühazirə də deyildi. Sadəcə bir zikr idi ki, Allah Subhanahu wa Taala'nın ola bilsin ki, məyərləri bizə xatir etsin və bizim bağışlanmağımız üçün Rəbbindən istəsinlər ki, Allah bizi bağışlasın. Ən düzün Allah deyir. Və subhanəkəllahumma bihamdik, əşhədu an la ilahə illə ənt, əstəğfiruka Allahumma və etûbu ileyk.